Salam, bugün sizə DNT molekulu haqqında danışacağım. DNT molekulunda yaranan rabitələr və DNT molekulu nələrdən ibarətdir, onları ətraflı öyrənəcəyik. DNT özü iki zəncirlidir və hər iki zəncir bir-birinə komplementardır və zəncirin hər birində karbohidrat, fosfat birləşməsi, yəni 5-ci karbonun ucundan başlayıb 3-cü karbona doğru uzanır. Və bu zəncirin qarşısındakı zəncirdə isə əksinə 5-dən başlayır, 3-ə doğru uzanır. Yəni əks tərəfdən olur və bu cür quruluş antiparalel adlanır. DNT-nin hər zəncirində bir dezoksiriboza, yalnız bir ortofosfat turşusu qalığı ilə birləşir. Bu zəncirin 3-cü ucudur, birinci zəncirdə. Digər zəncirdə isə bu quruluş zəncirin digər ucundadır və DNT molekulundakı digər karbohidratların hər biri 2 ortofosfat turşusu qalığı ilə DNT spiralını əmələ gətirən polipeptid zəncirində xarici tərəfdə fosfat turşusu qalığı, daha sonra şəkər qrupları, DNT-də bu dezoksiribozadır və azotlu əsaslar, yəni nukleotidlər, adenin, timin, guanin, sitozin var. Molekulunda isə azotlu əsaslar arasında hidrogen rabitəsi yaranır və bu isə ikinci zəncirdir. Hər iki zəncir bir-birinə hidrogen rabitələri vasitəsilə birləşir. Baxın, azotlu əsaslar arasında hidrogen rabitələri yerləşmişdir. Məsələn, adenin və timin azotlu əsasının arasında 2 qat hidrogen rabitəsi var, 1-2. Amma guanin və sitozin azotlu əsaslar arasında isə 3 qat hidrogen rabitəsi vardır. 1-2-3. Deməli, bizə məsələlərdə kovalent rabitədən də söhbət gedir. Kovalent rabitə necə yaranır DNT molekulunda? DNT molekulunda bir zəncirdə, indi baxırıq ümumi, ortofosfat turşusunun qalığı ilə digər nukleotidin pentozası, yəni şəkəri ilə birləşən zaman, bu zaman yaranır kovalent rabitə və yaxud da buna fosfodiyefir rabitəsi də deyirik. Amma ortadakı rabitələr isə hidrogen rabitələridir. Bundan başqa bizə məsələlərdə düşür 2 qat, 3 qat hidrogen rabitələrini tapmaq və burada adenin nukleotidlərinin sayı timin nukleotidlərinin sayına bərabərdir. Guanin nukleotidlərinin sayı isə sitozin nukleotidlərinin sayına bərabərdir. DNT molekulunda nukleotidlər arasında 2 cür rabitə olur. Biri kovalent, digəri isə hidrogen rabitəsidir. Nukleotidlər özləri zəncir daxilində bir-birinə kovalent rabitə vasitəsilə birləşir. Bayaq da izah elədim ki, məsələn, baxın, bir nukleotidin, baxın bu birinci nukleotiddir. Birinci nukleotidin fosfat turşusu qalığı ilə ikinci nukleotidin şəkəri, yəni pentozası, buna dezoksiriboza deyirik, birləşir və bu zaman əmələ gətirir kovalent rabitə. Bu bizim kovalent rabitəmizdir. Amma bu birinci zəncirdir və bu da digər ona komplementar olaraq ikinci zəncirdir. Bunlar isə birləşərək hidrogen rabitəsi əmələ gətirir. Yəni hidrogen rabitəsi vasitəsilə birləşir, 2 zəncirli olur. Və eyni ilə bu nukleotidin fosfat turşusu qalığı ilə digər nukleotidin pentozası birləşir. Baxın, burada birləşdi və digərində yenə fosfat turşusu qalığı ilə pentozası birləşir. Bizdə məsələlərdə belə bir suallar düşür ki, məsələn, guanin və yaxud da sitozin nukleotidi zəncirdə ortada yerləşərsə, baxın, ortada bu yerləşmişdir. Əgər ortada yerləşərsə, bu zaman maksimum 5 rabitə əmələ gələcək. 5 rabitə, maksimum 5 rabitə əmələ gəlir. Necə olur? Bunlardan 3-ü hidrogen rabitəsi olur, amma ikisi isə kovalent rabitə. Baxın, bir buradan kovalent rabitədir, bir də buradan. Yəni ortada yerləşərsə maksimum 5 rabitə əmələ gətirir. Amma kənarda yerləşərsə, baxın bu kənar hissədir. Yəni ucularda yerləşərsə isə 4 rabitə əmələ gətirəcək minimum. Bura baxırıq, 1 kovalent rabitədir, digəri isə 3 qat hidrogen rabitəsidir. Eyni ilə adenin və timin nukleotidi içində bunlar keçərlidir.
Adenin və timin nukleotidi ortada yerləşərsə maksimum 4 rabitə, minimum isə 3 rabitə əmələ gətirəcək. Baxın, deməli, ortada yerləşmişdir. Bu zaman 4 rabitə maksimum əmələ gətirir. Bunlardan ikisi hidrogen rabitəsidir. Digər ikisi isə kovalent rabitədir. Bir bu, bir də digəri. Amma kənarda yerləşərsə əgər, yəni o hissədə, bu zaman minimum 3 rabitə əmələ gətirəcək. Bunlardan biri kovalent rabitə olacaq. Baxın, bu kovalent rabitə və digəri isə ikisi hidrogen rabitəsi olacaq.